Axşamlar uşaqlarımıza kitab oxumağı, hekayə, nağıl oxumağı bir valideyn kimi hamımız sevirik demək olar ki. Və bunu etdiyimiz valideynlik vəzifəmizi yerinə yetirmənin sevincini də yaşayırıq. Demək olar ki, vicdan rahatlığını da yaşayırıq bunu edərkən. Əgər bunu doğru yerinə yetiririksə, doğru qaydalarla yerinə yetiririksə, bu faydalıdır və lazımlıdır. Doğru qaydada yerinə yetirmək nə deməkdir? İndi bundan bəhs edəcəm sizə. 12 ilə yaxın Chicago Universitetindən Dana Susskind deyə neyrobioloq alim bu məsələ üzərində araşdırma aparmışdır. Və araşdırma nəticəsində məlum olmuşdur ki, bu şəkildə tək tərəfli monoloq şəklində uşaqlara hekayə, nağıl anlatmaq, oxumağın uşaqların psixomotor inkişafı üzərinə, beyin inkişafı üzərinə, nitq mərkəzlərinin inkişafına heç bir müsbət təsiri yoxdur. Yəni, televiziya izləməklə belə bir kitab oxuma arasında heç bir fərq yoxdur. Bəs bizim burada etməmiz gərəkən nədir? Biz bunu necə etməliyik düzgün qaydada? Burada lazım olan üsul diktor qaydası deyil, monoloq deyil, dialoq qurmaqdır. Yəni, hər cümlədə, iki cümlədən bir uşağa tərəf dönərək uşağa sual verməkdir. Sən burada nə başa düşdün? Səncə bu qəhrəman nə etməlidir? Səncə bu düzmü etdi? Sən olsaydın nə edərdin? Belə etdiyimiz təqdirdə uşağın fikirləşmə, məntiq, düşüncə, bütün bu inkişaf mərkəzlərinə təkan vermiş olur. Nitq, danışıq, söz ehtiyatı, bütün bunlarda artışa səbəb olur. Əgər gerçəkdən belə bu şəkildə, dialoq şəklində kitab oxuma edəriksə ki, bunu heç də uzaq olmayan bir zamanda 2024-cü ildə Yale Universitetində övladlarında nitq gecikməsi olan 200 ailə araşdırmaya alınmışdı və onlarda hər axşam bu şəkildə ailələrdə dialoq şəklində kitab oxuması, heç bir başqa əlavə kurs, məşğələ olmadan kitab oxuması məsləhət görülmüşdü dialoq şəklində və 6 ay sonra həmin bu uşaqlarda söz ehtiyatında 2 qat, heç də az bir rəqəm deyil bu, 2 qat artma müşahidə edilmişdir. Deməli, sonra da bununla da sübut edilmişdir ki, əslində düzgün olan, lazım olan kitab oxumaq deyil, düzgün kitab oxumaqdır. Lazım olan ünsiyyət deyil, tək tərəfli deyil, qarşılıqlı ünsiyyət qurmaqdır. Lazım olan monoloq deyil, dialoqdur.